Balakən şəhərinin Tavlar kəndində əsas yoldan 200-250 metr aralı bir məsafədə həyət yanlısı və pay torpağı olan torpaq sahəsi satışa çıxarılır. Gördüyünüz ön hissədə həyət yanıdır. Yol tərəfdən qapı qoyulmuş. Gördüyünüz bu hissəyə həyət yanı düşübdür. Hal-hazırda qardalı əkilmişdir. İçərisində ayıq yolusu var, iştək haldadır. Torpağın gördüyünüz ön hissəsi həyət yanıdır. Ön tərəfindən internet xətti, işıq xətti, qaz xətti qarşısından keçir. Torpağın arxa hissəsində fındıq bağıdır. 28 ağac fındıq tomaları var. Qonşular ilə aralıq hər tərəfdən bağlıdır. Gördüyünüz fındıq bağı Kupçada 24 sot yarım qeyd olunmuşdur. Faktiki yerində 24 sot yarımdan çoxdur. Qeyd olunduğu ki, bu hissə həyət yanıdır. Həyət yanısı 3 sot yarımdır. Gördüyünüz bu qaz xəttidir, turbadır. Yəni çıxışı var qazın. Gördüyünüz torpaq, satışa çıxarılan torpaq bazar qiymətindən aşağı bir qiymətə təklif olunur. Torpaq təcilli satılır. 3 sot yarım həyət yanısıdır, 24 sot yarım. Yəni pay torpağıdır. Hər ikisinin ayrı-ayrılıqda kupçası var. Qiyməti 15.500 manata təklif olunur. Kupçalıdır, notarial qaydada alqı-satqı edərək qeyd etdiyim torpağı alıb, yəni əldə edə bilərsiniz.